Uçan yazı. Atam çubuq çəkərkən kitab oxuyurdu. Mən dedikcə gəl mənimlə oynayaq, boş verməyib kitabını, çubuğunu buraxmayırdı. Nə ilə dümük olmağımı düşündüm. Gedib böyük bir kağız ilə midad gətirdim. 3 dənə də qoğuq gətirdim. Kağızın üstünə yazdım. Bu yazını oxuyan çox dili uzunsan, oğlan. Kağızın qırağını dəldim və onu sap ilə qoğuqlara bağladım. Sonra baxıncanı açıb kağız ilə qoğuqları göyə buraxdım. Bir az keçdi. Atam kitabını yerə qoyub mənə dedi: "Yaxşı, indi yemək üçün bir zad götür, şəhərdən çıxıb azca gəzək." Yola düşüb şəhərdən çıxdıq. Bir sürə dolandıq, yorulmuşduq. Yerə sarılan ağacın üstündə dincəlməyə oturdum. Atam birdən dedi: "Bax, o qoğuqları ilə kağıza bax." Qoğuqlar kağızı bizə doğru gətirdi. Atam kağızı tutub oxudu. Sonra isə məni pis iş gördüyümə görə döydü.